Salam. Vloguma xoş gəlmisiniz. Bu mənim ilk Azərbaycan dilində bir vlogum olacaq. Bilmirəm niyə, amma istedim bu vlogumu sırf ancaq Azərbaycan dilində çəkim. Ola bilər bəzi sözlər düz deməyə bilərəm. Ola bilər ki, bəzi yerlərdə rus dilinə Azərbaycan dilini qata bilərəm. Hardasa tez danışa bilərəm. Tam mükəmməl, yəni bilmirəm. Amma nəsə birdən istedim ki, yəni sırf Azərbaycan dilində bir vlogum olsun səhifəmdə. Və bu bir mənim vacation vlogumdur. Bir həftəlik Naftalanla müalicəyə və dincəlməyə gedirəm. Əslində mənim çox ehtiyac duyduğum bir şey idi bu. Harasa belə gedim, şəhərdən uzaq, işdən uzaq, hər şeydən uzaq və sadəcə dincəlmək, müalicə almaq. Bugün ayın 19-udur. Dünən axırıncı il axır çərşənbəsi idi. 20-si sabahda, səhv eləmirəmsə sabah artıq bayramdır. Və biz sabah yola çıxırıq. Ediçka belə çox gözəl bir hədiyyə eləyib bizim üçün bayrama görə. Baxın, çox möhtəşəm bir şeydir. Badam bura, paxlava, şəkər bura qol və belə çox gözəl bəzədilib, möhtəşəm bir şeydir. Və belə bir səmənimiz var evdə, ürək formasındadır. Burada da böcəklər falan. Çox gözəl və bu ilə birlikdə bir də şokolad da var idi. Bugün full makyajsız idim və çox səpmişəm, aşırı dərəcədə səpmişəm və başlayıram yığışmağa. Hekayədən adamlar baxa-baxa yığışmağa başlayıram. Belə bir sumka götürmüşəm özümə. Aşırı modlu bir sumkadır. Amma yəni başqa böyük ölçüdə çanta tapmadığıma görə bunu götürdüm. Bunun içine yığacağım. Bir iki tane yeni naski götürdüm özümə maraqlı. Burada artıq baxım məhsullarımı yığmağa başlamışam. Patişləri yığmağa falan və başlayıram yavaş-yavaş beşlərimi yığmağa. Bugünlük bu qədər. Gedim mən paltarlarımı yığım, hər şeyimi yığım, hazır qoyum ki, sabah səhər tezdən çıxacaq yola. İnşallah çox çəkməyəcəm orada. Yəni az çəkəcəm və maraqlı bir şeylər çalışacağım sizə çəkmək. Belə, gecəniz xeyrə qalsın. İnşallah sabah görüşərik. Смотрите, того состояние просто. Думаю, нам уже пора покупать чемодан с этими поездками. Mən yadıma çıxıb ki, mən Azərbaycan dilində vlog çəkirəm. Deməli, dostlar, taksi tapa bilmirik. Hər durmuşuq soyuqda, bilmirik nə yiyək. Böyle biri də durmuşuq. Təsəvvür edin, biz heç nə tapmamışıq. Ve geldik başka bir vokzala geldik, evet. Haradayıq? Avtovokzaldayıq. 20 yan, avtovokzaldayıq. Bilet alıp avtobusla gedəcəyik, dostlar. Ha? Все, 8:40 поедем только. Ой, на улицу? Deməli, dostlar, mən bir videoma baxın. Muşduq soyuqda, bayırda taksi tapa bilmirdik. Axırda gəldik avtovokzala, avtobusla gedəcəyik. Azərbaycan parasındaya soruşmuyor. Nəhayət ki, dostlar. Nəhayət ki, biz çatdıq. Mən hər də çatdığımız şokdayım. Çünki aşırı çox gec gəldik. Yəni aşırı çox gec gəldik. Hazırda saat 2-dir. 2-də gəlib çatmışıq. Nəysə ki, açarımızı aldıq və otaqdayıq. Belə balaca bir otaqdır. Belə 3 tane kravat var. Şkafı, güzgüsü. Deməli, bizim yemək saatımız yarım saat qalıb. Bura niyə belə qaranlıqdır? Yarım saat qalıb. İndi gedirik yemək yeməyə. Sonra gedəcəyik. Yeməkdən sonra gələcəyik otağa yerləşəcəyik və ondan sonra həkimlərə gedəcəyik. Belə. Neler yığmışıq burada. Hamısını qarışdırmışıq bir-birinə. Deməli, prosedurlardan keçək. Belə bir grafikimiz var burada. Bunları birini artıq keçdik və indi buna gedirəm. Deməli, saat hardasa 7-yə qalıb. Bugünkü bütün prosedurlarımızı elədik. Naftalan vannasına girdik. Yapışkanla bütün. Sonra girdim. Başımı falan yudum. Dincəlirik. Birazdan düşəcəyik. Yeməyə düşəcəyik.
Deməli, çimdik, elədik, getdik, yeməyimizi də yedik, qalxdıq. Bugün show proqram olmalıydı, Novruz bayramına görə. Amma bizə xəbər etməmişlər, show proqram əlavə ödənişlidir. Əlavə ödəniş 50 manat adam başı. Deməli, bugün ikinci günümüzdür. Bugün qan analizlərimizi götürdülər. Kartışkalarımız qalmışdı. Otaqda gəldim onu götürüb və gedim prosedurlara. Prosedurlardan gəldim. Deyəsən otağımızı yığışdırdılar. Son prosedurum inqalyasiyaydı. Ən sevmədiyim prosedur oldu. Çünki bilmirəm, çox belə bir tər bir şey idi. Baş ağrı verdi mənə biraz. Mən kameram niyə belə çəkdi? Gəldim indi otağa, mama gəl masaj... Oy. Belə öz gülləməklərimə görə inqalyasiya yazdırıldım. Bilməm niyə amma son vaxtlar böyle çox pis öskürürüm. Neyse mama gəl masajdadım. Mən masajdan çıxdım. İndi istəyirəm üzümü yuyum, əllərimi yuyum. Oy, nə oldu? Nə oldu mənə? İstəyirəm əllərimi yuyub. Sonra düşəcəyik yeməyə. Günorta yeməyinə. Daha sonra vanna qəbul edəcəm. Sonra vanna qəbul eləməyim qaldı. Onu da eləyəcəm və prosedurlarımız bugündən bitir. Hər gün demək olar ki, eyni prosedur eləyəcəm. Sadəcə inqalyasiya 3 gündür, masaj 3 gündür. Amma digər hamısını 7 gün eləyəcək. Biraz maraqsız bir vlog ola bilər. Çünki yəni naftalı gəlib nə edə bilərsən. Ancaq müalicə edirik, yemək yedik, yatırıq. Bugün bayıra çıxsaq biraz sizi ətrafını tanış eləyərəm. Bilməm çıxacaq yoxsa yox, amma yerə də çıxsaq çəkəcəm. Deməli, çıxmış axşam gəzintisinə. Mən gələndə bundan qorxdum dostlar. Çıxdıq biraz bayıra nəfəs alaq. Mən bir an axırda sizə sözünü deyilmədim. Yəni, konsertdə bir 50 manatdır və əslində 50 manatdan söhbət getmir. Sadəcə ora gələn insan bəyənmədiyimiz üçün, yəni 150 manatına verməyi düşündük ki, alsızın. Tamam. Ona görə gəlirik, gəzirik belə həyətdə. Мы же не имеем права. Я на твоем сюда же платила, а ты на моем. Şahmatınızı oynadırın. Futbolunuzu... Aa, Miri otur. Yaş değil. Otur. Bir daha kalmıştı. Bir de kardeşim düzüne bak. Nece happy'dir şu an. Oy. Ben korkuram ama böyle şeylerden. Ve biz burada mənzərə olarak Sun City naftalana baxırıq. Ne mərkəzdə onu da bilmirik. Oh, все. Stop it. Stop.